O yerləri bizə əzəldən Allah bəxş edib. Gedə bilməz heç cənə biri, qayıtmalıdır. Gözümüz baxa-baxa oğul Qarabağ əldən gedib. Necə gedibsə, elə geri qayıtmalıdır. Düz 20 il bundan qabaq uğursuz daşaltı əməliyyatı keçirdik. Sanki hər şey dünən baş verib. Məğlubiyyətin ağrısı acısı hələ də unudulmayıb. Ata, bəs nə üçün milli ordumuz daşaltı əməliyyatında məğlub oldu? 1992-ci ilin yanvarın 25-də Şuşanı mühasirədən azad eləmək üçün daşaltı əməliyyatı keçirdik. Biz 300 nəfərdən ibarət idik. Dəstələrə bölünmüşdük. Riyad Əhmədovun da xüsusi təyinatları bizlə birlikdə idi. Amma Laçına çatanda cəmaatın daşaltı əməliyyatının koordinatları və nə vaxt keçiriləcəyi barədə artıq xəbərləri var idi. Deməli, hərbi sir artıq hamıya məlum idi. Alo, qaqa nə oldu, gözləyək səni? Keçən fırlanmışam. Maşının arxası qaçdı. Qızlar da durub. Bir dənə gülmək üçün. Yenə fırlatdın? Yaxşı qaqa, yaxşı. Öpürəm. Gəldi. Nə oldu? Nəyəsə fırladın yenə. Gəlmir. Buna bax, gör nə günə qalıb ha. Bu kimdir ki? Qonşumuzdur. Kör oldu. Oğlu olmasa evdən çölə çıxa bilmir. Kişi vətən orada döyüşüb. Sağ ol, mən əsgərliyə gəlin bunun gününə çıxma ha. Yaşayıram da özüm üçün. Hər şəraitim də var. Nəyimə lazımdır Qarabağ. Yaxşı uşaqlar. Axşam parti var. Yavaş-yavaş yellənək də, hə? Necə istəyirsiniz, daha edəcəm. Yerək. Kömək elə oğul. Bu günü də belə başa vurduq. Sabaha Allah kərimdir inşallah. Ata, sən gözlə bir dəqiqə məni, mən sənə çay gətirim. Gətir oğlum, gətir. Ata, Bəli. söhbətimiz yarıda qalmışdı. Bəs sonra necə oldu? Sonrası oğul belə oldu ki, əməliyyatın səriştəsiz hazırlanması nəticəsində bələdçilərin xəyanəti, bir də hərbi sirrin düşmənə məlum olması üzündən biz mühasirəyə düşdük. O hansı millətdi, taleyi sirdi, yüz adla bölündü, yenə də birdi. O hansı millətdi, taleyi sirdi, yüz adla bölündü, yenə də birdi. Məni huzuruna bu dərd gətirdi, salam dar ağacı, əleyküm salam. Məni huzuruna bu dərd gətirdi, salam dar ağacı,
aleyküm salam. Eydarın ağacı kimden kemenken? Ya seni yendirem ya sana yenmem. Eydarın ağacı kimden kemenken? Ya seni yendirem ya sana yenmem. Ya da dudağında yarpağa dönmem. Salam dar ağacı aleyküm salam. Ya da dudağında yarpağa dönmem. Salam dar ağacı aleyküm salam. Beləliklə biz Daşaltı əməliyyatında məğlub olduq. Həkimlərin böyük səyi nəticəsində mən sağ qaldım. Amma yoldaşlarım döyüşlərin birində şəhid oldular. Amma müharibə hələ bitməyib. Biz mütləq torpaqlarımızı düşmən işğalından azad edərik. Ata, torpaqlarımızı necə azad edə bilərik? Bir halda ki, hər kəs hərbi xidmətə gedir. Məyər Azərbaycan hamımızın vətəni, onu qorumaq hər kəsin borcu deyil? Onda hanı vətənin hərlərdir? Hanı millətçiliyi, hissi, əziz atam? Belə şeylər öldürmür vətən olan sevgini. Məni bu hala salan, mənim vicdanımdır, mənliyimdir. Mənim qanım da, şikəst canım da bu torpağa görə halal olsun. Qeyrətim bayrağımdır. Mənliyim isə Azərbaycan. Qoy milliyini danan zibillər getməsin. Ancaq bu əllər silah götürüb yenidən dönər səngərə. Yaxşı, hərə bir tərəfə çəkilsə, onda Qarabağa kim cavabdeh olar? O səfih insanlar yalnız özünü düşünür. Yaxşı ki bu gözlərim görmür. Amma ürəyim Qarabağla döyünür, oğul. Ata, mən də sənin kimi hərbiçi olaram. Torpaqlarımızın azadlığı uğrunda döyüşüb şəhidlərimizin qisasına varam. Hər vaxtınız xeyir. Saat 18 olan xəbərlər efirdədir. İndicə aldığımız məlumata görə Azərbaycan Milli Ordusu Şuşa şəhərini işğaldan azad edib. Allah sənə çox şükür. Şuşa düşməndən azad oldu. Ellər gözünüz aydın, Şuşaya qaydırır. Şəhid qanlı lalələr, güllər gözünüz aydın, Şuşaya qaydırır. Millətimin gözü aydın olsun. Şuşa düşməndən azad oldu. Çoxlu sayda ölən və yaralananlar var. Ölənlər arasında keçmiş Qarabağ döyüşçüsü Mayor Elvin Bayramovun oğlu Ayaz Bayramov qəhrəmancasına şəhid olub. Allah sənə rəhmət eləsin, oğul. Yerin cənnət olsun, bala. Sən torpaqlarımızın azadlığı uğrunda canından keçdin. Vətən bölünməz. Şəhidlər ölməz. Hal-hazırda Xankəndi uğrunda qızğın döyüşlər gedir. Hərbi təyyarələrimiz havadan düşmən mövqelərini